fikir verin. Bax burada müdaxilə var. Burada üzr istəyirəm. Bax mən baxın görün nə deyirəm. Burada müdaxilə var. Möhür yoxdur. Bax bu yox vəziyyətindədir. Burada möhür yoxdur. Başa düşürsünüzmü? Baxın. Baxın, biz ona görə bunlar ehtiyat edir. Bax burada üzr istəyirəm nə demək? Bunlar ehtiyat edir ki, mən elə başa düşürəm ki, o məhkəmədə hakim ki deyib ki, sizin sənədləriniz yetərli deyil. Ona görə bəli, bax bunlar da adı nədir? Mən bunlara 2 dəfə demişəm ki, gedin Gürcüstan dövlətinə müraciət edin də rəsmi olaraq. 112 daxili işlər. Bunlar niyə görə bugünkü günə qədər də müraciət etmirlər? Ancaq Azərbaycandan yapışırlar. Bunu Azərbaycan Respublikasının vətəndaşı etməyə. Burada məqsəd vardır. Məsələn deyir. Vətəndaş olandan sonra hər şey ola bilər. Bax deyirəm. Nurani xanım, hər şey ola Vətəndaş bilər. olandan sonra üzr istəyirəm. Vətəndaş olandan sonra bu xanım, bu vətəndaş oldu. Bunun evini ələ keçirsinlər və sonra indidən deyirlər. Bir məsələ də var, əziz tamaşaçılar. Deyirlər ki, bunda bir xəstəliyi var, ağrıyır. Sağlamlıq məhdudiyyəti var. Bəli. Səhəri də ruhi dispanserə yerləşdirsinlər, evdə əlindən çıxsın, qutarsın getsin. Biz keçirik yataqxanadan danışırıq, kimə mənzil düşəcək, kimə düşməyəcək. Bu xanım Azərbaycan Respublikasının vətəndaşı deyil. Bu xanıma nə mənzil düşə bilər hal-hazırda, nə biz qınayırıq ki, söyləyirik ki, bu xanıma şəxsiyyət vəsiqəsi verilmir, vətəndaşlıq verilmir. Bu Azərbaycana göydən gəldi, düşdü. 1 yaşında gəlib bu xanım Azərbaycana, bunu kim gətirir? Bunun valideynləri, Nüşabə xanım, bu fikrimizə birimizə hörmət bəsləyək. Bu xanım Azərbaycana gələndə bunu valideyni gətirir, valideyni də qoyaq kənar. Kimsə bir vətəndaş gətirib də, Gürcü olsun, Rus olsun, fərqi yoxdur. Bu gəlib Azərbaycan, düzdürmü? Biz Azərbaycanımızı qınayırıq ki, deyirik ki, siz deyirsiniz ki, məhkəmə işə düz baxmadı, bu xanıma vətəndaşlıq niyə verilmir? Bu Azərbaycan Respublikasının vətəndaşı deyil. Bu nə məqsədə gəlmişdir? Bu Nüşabə xanım ilk növbə kömək istəyirsinizsə, sağ olun ki, kömək etmək istəyirsiniz və Azərbaycan vətəndaşı olsun. Bu Azərbaycan vətəndaşı deyil. Bunun xanım, siz bir maraqlanın, bu Gürcüstan, üzr, Nurani xanım, o sənətə bir dənə baxmaq olar, mən sizə... SSR pasportunu verin mənə. SSR pasportu verin. SSR pasportunu verin. Bir də icazə verin də, xanım, bu xanım Gürcüstan dövlətinin vətəndaşıdır. O fərqi 30 SSS 1 yaşında gəlib bu. Bax bu onun üzr istəyirəm Nurani xanım, bu xanıma izah edir. Bu onun şahadətnaməsidir. Bu Gürcüstan dövlətinin vətəndaşıdır hal-hazırda da. Bu üzr istəyirəm 3 illik də SSR dövrünün SSR pasportu yazılıb görürsünüz. 3 illik də buna o dövrdə sistem eyni idi də, müstəqilliyimiz yox idi ona görə. 3 illik də buna oturum kimi də indiki dildə deyək ki, oturum kimi verilib. 3 illik verilib. Həmən dövrdə də order verilib onun adına. 3 ildən də sonra bu qaldığına görə, xidmət göstərdiyinə görə, bu müəssisədən buna fabrikdə işlədiyinə görə, bəli, fabrikdə buna yataqxana veriblər və yataqxanaya da sənəd verir ki, order veriblər ki, bu həqiqətən də bu xanıma məxsusdur məsələn. Başa düşürsünüz. Bunun yolu, Hasan yolu budur ki, Nüşabə xanım bu xanıma humanistlik edərək götürsün bunu, Gürcüstan dövlətinə gedə bilmirlərsə, maddi vəziyyət ağırdırsa, demişəm hansı e-mailə müraciət edir. Bu e-mailə müraciət edici, Gürcüstan dövləti də buna rəsmi bir sənəd verici. O sənədi də götürür, notaroda təsdiqləyir. Ona baxmayaraq, ancaq bu xanım Gürcüstan dövlətinə getməlidir. Getməlidir ki, bunun Gürcüstan dövlətinin pasportunu əldə edə bilsin.